Salam. Bugünkü bölməmiz Azərbaycanın geoloji quruluşu və mineral ehtiyatlarıdır. Birinci sual. Kür Araz ovalığında filiz faydalı qazıntı yataqlarının olmamasının səbəbi. Bilirik ki, faydalı qazıntıların yayılması suxurların tərkibi geoloji quruluşla bağlıdır. Mezoyaşlı suxurların üstünlük təşkil etməsi bu olmayacaq. Kaynazoyaşlı suxurlar üstündür. Düzən relyefin üstün olması, düzən relyefdən daha çox suxurların tərkibi ilə bağlıdır. Vulkanik suxurların geniş yayılması, Küraraz olanda vulkanik suxurlar yoxdur. Metamorfik suxurlar deyil, çökmə suxurlar üstünlük təşkil edir. Doğru cavab Y variantı, çökmə suxurların üstün olması. İkinci sual, Azərbaycan Respublikası ərazisində hansı eranın çöküntüləri daha az yayılmışdır? Ümumiyyətlə Azərbaycan Cavan Alp Himalay qurşağında olduğu üçün bizdə ən geniş yayılmış suxurlar Kaynazoy-yaşlı suxurlardır. Arxe və Proterozoy-yaşlı suxurlar yoxdur bizdə. Doğru cavab burada olacaq C variantı. Paleozoy-yaşlı suxurlar sadəcə iki yerdə var. Əsrikçay, Zəyəmçay, Tovuzda və Sədərək Dərələyəz Naxçıvanda. Üçüncü sual, Kiçik Qafqaz dağlarına aid olan xüsusiyyətlər. Zirvələri qar xəttindən yüksəkdə yerləşir. Azərbaycanda qar xətti 3900 metrdən keçir. Kiçik Qafqazın da e, bir zirvəsi sadəcə Qapıcıq qar xəttindən yüksəkdə yerləşir. Zirvələr dediyi üçün bunu götürə bilməyəcəyik. Qədim dağlardır. Azərbaycanın bütün dağları cavan dağlardır. Zəngin filiz faydalı qazıntılara malikdir. Bəli, doğrudur bu. Kiçik Qafqazda maqmatik suxurların üstünlük təşkil etdiyi üçün filiz faydalı qazıntılarla zəngindir. Zəngin daş kömür olmayacaq. Çökmə suxurlar düzən ərazilərdə və Böyük Qafqazda üstünlük təşkil edir. Üçüncü sual C variantı. Dördüncü sual. Azərbaycanda Böyük və Kiçik Qafqaz dağ sistemləri üçün ümumi olmayan xüsusiyyət. Cavan dağlardır, bu ümumi xüsusiyyətdir. B variantı, vulkanik suxurlar geniş yayılmışdır. Bu fərqli xüsusiyyətdir. Çünki Böyük Qafqazda vulkanik suxurlar geniş yayılmayıb. Polimetal hər ikisində var, meşə hər ikisində var. Dəmiyə əkinçiliyi dağlıq ərazilər üçün xarakterikdir. Yağış suyu hesabına olan əkinçilikdir. Bu da hər ikisi üçün doğru cavabdır. Doğru cavab olacaq B variantı. Beşinci sual. Palçıq vulkanları Azərbaycanın hansı ərazilərində daha çox yayılmışdır? Palçıq vulkanları neftlə, qazla əlaqəli olduğu üçün daha çox Qobustan, Abşeron və Kür çökəkliyində rast gəlinir. A variantından Naxçıvanı çıxırıq. B variantından Kiçik Qafqazı çıxırıq. C variantından Qarabağ düzü. D variantından Ceyrançıl, Azinohur, Şirvan düzündə də demək olar yoxdur. Y variantı doğru cavabdır. Abşeron, Qobustan və Cənub-Şərqi Şirvan. Altıncı sual. Azərbaycanda 4-cü dövr çökmə suxurlarının geniş yayıldığı ərazilər. Burada 4-cü dövr dediyi üçün biz daha çox dağlıq əraziləri çıxacağıq buradan. E, olacaq Mil Muğan düzü, Şirvan düzü və Şollar düzü. 1, 3, 5 doğru cavabdır. Yeddinci sual. Azərbaycanda ən qədim suxurların səthə çıxdığı ərazilər. Biz bilirik ki, Paleozoy yaşlı suxurlardır ən qədim suxurlar. Bu da geniş yayılmayıb. Qanıq əriçay olmayacaq. 4-cü dövrdür. Azinohur neogen yaşlıdır. Olmayacaq. Qarabağ yaylası daha çox antropogen və paleogen yaşlıdır. 3-4 doğru cavabdır burada. 7-ci sualda 3-4 doğru cavabdır. Bir de burada 6 var. Zəyəmçay hövzəsi. 3, 4, 6. 7-ci sualda C variantı doğru cavabdır. 8-ci sual. Böyük Qafqaz tektonik zonasına daxil olan ərazilər Samur dəvəsi ön Qafqaza aiddir. Bozdağ silsiləsi Kür çökəkliyidir. Ceyrançıl, Azinohur Kür çökəkliyidir. Doğru cavab olacaq 2, 3, 5. D variantı doğrudur. 9-cu sual. Kür çökəkliyi tektonik zonasına daxil olan ərazilər Gülüstan düzü Naxçıvandadır. Kiçik Qafqaz qalxmasına aiddir. Samur dəvəsi ön Qafqaz çökməsidir. Şollar düzü ön Qafqaz çökməsidir. 1, 3, 5 doğru cavabdır. C variantı. 9-da C variantı. 10-cu sual. Daha fəal seismik əraziləri müəyyən edin. Fəal seismik ərazilər dağlıq ərazilərdir. Birbaşa düzən ərazilər buradan çıxmaq lazımdır. 2, 3, 6 doğru cavabdır. Baş Qafqaz, Murovdağ və Zəngəzur doğru cavab olacaq. 2, 3, 6. 10-cu sual A variantı. 11-ci sual. Kaynazoy yaşlı çökmə suxurların yayıldığı ərazilər. Deməli, çökmə suxurlar dediyi üçün biz daha çox düzən ərazi axtarmalıyıq. 1, 3 və 5 doğru cavabdır. C variantı.
6, 4 və 2. Bunlar dağlıq ərazi olduğu üçün 2 dərələyəzdir. Trias yaşlı suxurlardır, Mezo yaşlı. 4 Qarabağ vulkanik yayılası. Burada vulkanik suxurlar daha çoxdur. 6 Böyük Qafqazdır. Böyük Qafqaz dağlarında da Mezo yaşlı suxurlar üstünlük təşkil edir. 12. Azərbaycan Respublikası ərazisinin geosinkron qurşaqda yerləşməsinin nəticələri. Səbəbləri deyil, bizdən nəticələr soruşur. Fəal seysmik qurşaqda yerləşir. Fəal seysmik qurşaqda seysmikliyə malikdir. Bir doğrudur. Relyefdə denudasyon düzənliklər üstündür. Denudasyon düzənlikləri yaylalardır. Bu daha çox platformalarda üstün olur. İki olan cavabları çıxmaq lazımdır. Hündürlük amplitudu az deyil. Geosinkron fəal ərazilərdə, dağlıq ərazi, düzən ərazi olduğu üçün amplitud adətən böyük olur. 3 olan cavablarda çıxmaq lazımdır. Cavan dağlar, bəli, formalaşır. Bir də şaquli zonallıq. Şaquli zonallıq yüksək dağlıq ərazilərdə daha çox özünü göstərir. Ona görə D variantı doğrudur. 13-cü sual Talış və Baş Qafqaz silsilələrinin ümumi olmayan cəhəti. Cavan dağ Azərbaycan ərazisində bütün dağlar cavan dağlardır. Vulkanik suxurlar geniş yayılıb. Bunu Talış dağları üçün deyə bilərik, amma Baş Qafqaz dağları üçün deyə bilməyəcəyik. Ona görə B variantı doğrudur. Alp qırışıqlığı bütün ərazilərimiz alp qırışıqlıdır. Meşələr geniş yayılıb, bol yağıntı da hər ikisində var. Şollar düzü və Samur Dəvəçi ovalının yerləşdiyi tektonik zona, Şollar düzü və Samur Dəvəçi ovalığı, bir də Qusar düzünün az bir hissəsi Ön Qafqaz çökməsində yerləşir. 14-cü sualda doğru cavab olacaq Y variantı Ön Qafqaz çökməsi. 15-ci sual Qarabağ düzü, Peştəsər və Qanıq Əyrişəy müvafiq olaraq hansı tektonik zonada yerləşir? Qarabağ düzü Kür çökəkliyidir. Kür çökəkliyi. Peştəsər silsiləsi Talış dağları. Talış dağları Kiçik Qafqaz qalxmasıdır. Qanıq Əyrişəy Kür çökəkliyi yenə də. Deməli, Kür çökəkliyi, Kiçik Qafqaz və Kür çökəkliyi doğru cavab olacaq burada D variantı. 16-cı sual Acınhor Ceyrançöl, Talış dağları və yan silsilə. Acınhor Ceyrançöl Kür çökəkliyinə aiddir. Talış dağları Kiçik Qafqaz qalxmasıdır. Yan silsilə isə Böyük Qafqaz. Deməli, doğru cavab olacaq burada Kür çökəkliyi, Kiçik Qafqaz və Böyük Qafqaz. B variantı doğru cavabdır. 17-ci sual Azərbaycanda tektonik sınma zonalarına aid olan xüsusiyyətlər. Tektonik sınma zonaları dedikdə dağ və düzənliklərin sərhədləri nəzərdə tutulur. Daha çox alçaq dağlıq ərazilər deyə bilərik. Çökmə suxurların qalınlığı çoxdur. Bu yanlışdır. Çünki çökmə suxurlar daha çox düzən ərazilərdə, çökə ərazilərdə çox olur. Sınma zonasında tektonik proseslər zəif getməyəcək. 4-də çıxmaq lazımdır. Dağ yamacları dikdir. Bəli, doğrudur. Sınma zonalarında tektonik proseslər intensiv gedir. 1-2 1-2 və digər bir tərəfdən də olacaq termal və mineral sular səthə çıxır. Bu da doğru cavabdır. 1-2-5 doğru cavab olmuş olacaq. Y variantı doğru cavabdır. 18. Respublikamızda suxurların yayılma xüsusiyyətləri. Böyük və Kiçik Qafqaz Mezoya erasının suxurları geniş yayılmışdır. Bu doğrudur. Bəli, dağlıq ərazilərdə. Qusar düzündə vulkanik suxurlar olmayacaq, çıxırıq. Talış dağlarında və Acınhor Ceyrançöldə Mezoy yox. Hər ikisi Kaynazoy yaşdır. Talış dağları paleogen yaşdır, Acınhor Ceyrançöl neogen yaşdır. Xəzər dənizi sahilində maqmatik suxur yoxdur. 4-də çıxırıq cavabların içərisindən. Kür Araz ovalı və onu əhatə edən alçaq dağlıq ərazilərdə Kaynazoy suxurları üstünlük təşkil edir. Doğrudur. 1-5. Sürüşmələrin intensiv baş verdiyi dağ yamaclarında gilli suxurlar üstünlük təşkil edir. Bəli, gilli suxurların üzərində su keçirən qumlu suxurlar yerləşir və sürüşmə hadisəsi həmin ərazilərdə daha intensivdir. 1, 5, 6, 18-də B variantı doğru cavabdır. Deməli, 19-cu sual. Böyük Qafqaz fiziki coğrafi vilayətində hansı geoloji dövrdə yaranmış suxurlara rast gəlinmir? Rast gəlinmir.
Deməli, Trias dövrü süxurları bizdə sadəcə olaraq Dərələyəz dağlarındadır. Ona görə birbaşa Y variantını götürə bilərik. 20-ci sual. Qafqaz dağlarının əmələ gəldiyi qırışıqlıq Azərbaycanın bütün Alp-Himalay qurşağında yerləşdiyi üçün bizdə dağlar cavan dağlardır. Yəni Kaynazoy erasında yaranıb. Olacaq doğru cavab D variantı, alt qırışıqlığı. Kür-Araz ovalında yerində geniş düzənlik yaranmış və ərazi müasir xarici görünüşünü almışdır. Müasir xarici görünüş dediyi üçün Kür-Araz ovalığı e, müasir xarici görünüşünə düşüb Kaynozoy erasının sonunda. D variantı doğrudur. 22-ci sual. Kiçik Qafqaz dağlarının Böyük Qafqazdan fərqli xüsusiyyətləri, Kiçik Qafqazın Böyük Qafqazdan fərqli xüsusiyyətlərini soruşur. Bəli, vulkanik süxurlar var. Paleogen çöküntüsü hər ikisində var. 2 olan cavabları silmək lazımdır. Daha qədim süxurların səthə çıxması. Bəli, paleozoy yaşlı, əsrçay, zəyəmçayda paleozoy yaşlı süxurlar var. 3 də doğru cavabdır. Qeyri-filiz faydalı qazıntılar Böyük Qafqazda da var. Olmaz. Zirvələrinin çox hündür olması bu Böyük Qafqaza aiddir. Filiz faydalı qazıntılara zənginlik. Bəli, Kiçik Qafqaz filiz faydalı qazıntılarla daha zəngindir. Maqmatik süxurlar üstünlük təşkil etdiyi üçün filiz faydalı qazıntılar daha çoxdur. 22-də doğru cavab olacaq 136. 23. Azərbaycanda Böyük və Kiçik Qafqaz dağları üçün ümumi olmayan cəhət. Ümumi olmayan. Efuzif süxurların geniş ərazidə yayılması. A variantı ilə doğru cavabdır. Efuzif süxurlar vulkanik süxurlardır. Böyük Qafqazda geniş ərazidə yayılması ola bilməz. Mezozoy yaşlı süxurlar hər ikisində var. Meşə hər ikisində var. Dağ qara torpaqları həm Böyük Qafqazda, həm Kiçik Qafqazda var. Subalp və alp çəmənlikləri meşədən sonra gəlir. 2000 metrdən yuxarı ərazilərdədir təxminən. Hər ikisində var. Doğru cavab A variantı. 24-cü sual. Azərbaycan ərazisində sürüşmələrin daha geniş yayıldığı ərazilər, sürüşmələr Böyük Qafqaz dağlarında daha geniş ərazini tutur. Ona görə doğru olacaq B variantı. A variantından Acunahor çıxa bilərik, İstiquraq ərazi, Dərələyəzdə çıxa bilərik. C variantından Ceyrançölü çıxırıq. D variantından Ləngəbis silsiləsi, çox da hündür ərazi deyil. Y variantında Qarabağ silsiləsini çıxa bilərik. Əslində vulkanik yaylada da çox sürüşmə hadisəsi olmur. 25. Respublikamızda süxurların yayılma xüsusiyyətini müəyyən edin. Böyük və Kiçik Qafqazda mevzu erasının süxurları geniş yayılmışdır. Bəli, doğrudur. Qusar düzündə vulkanik süxurlar olmayacaq. 2 olan cavabları çıxmaq lazımdır. Talış və Acınahor Ceyrançöldə paleozoy yaşlı. Talış dağlarında paleogen yaşlıdır. Acınahor Ceyrançöldə neogen yaşlı. 3-ü də çıxırıq. Xəzər dənizi sahilində maqmatik süxurlar olmaz. 4-də çıxmaq lazımdır. Doğru cavab olacaq Y variantı. Kür-Araz ovalığı və onu əhatə edən alçaq dağlıq ərazilərdə Kaynazoy erasının bütün dövrlərinə aid süxurlara rast gəlinir. Bəli. 1-5 doğru cavabdır 25-də. 26. Azərbaycan ərazisində 4-cü dövr çökmə süxurları deyilsə, yayıldığı ərazilər, biz dağlıq əraziləri çıxmalıyıq buradan. Dağlıq əraziləri çıxsaq, Kür-Araz ovalığı, Samur dəvəsi, Lənkəran doğru cavabdır. Bütün düzən ərazilərdə 4-cü dövr süxurları geniş yayılıb Azərbaycanda. Sonra 27-ci sual. Sürüşmə prosesi hansı amillə bağlıdır və Respublikamızın hansı ərazilərində daha geniş yayılmışdır? Sürüşmə hadisəsi yağıntı ilə, yeraltı sularla bağlıdır. Azərbaycanda ən geniş yayıldığı Baş Qafqaz silsiləsi və yan silsilədir. Yəni Böyük Qafqazın cənubu və şimal-şərqi. 27-ci sualda B variantı doğru cavabdır. 28-ci sual. Azərbaycanda qədim süxurların səthə çıxdığı ərazilər, bizdə ən qədim süxurlar paleozoy yaşlıdır. Sədərək qalxması və ya Dərələyə, Zəyəmçay, Əsriçay hövzəsi 4-6 doğru cavabdır. A variantı. Kaynazoy erasının 4-cü dövr yaşlı allüvial dəniz mənşəli süxurların daha geniş yayıldığı, allüvial mənşəli çay çöküntüləridir. Dəniz mənşəli də dediyi üçün, deməli biz
e, dənizə qonşu olan düzənlik ərazilər axtarmalıyıq. Buradan B variantından Qanıq Əyriçay, Qobustanın dənizə çıxışı yoxdur. C variantından Acınoğru çıxırıq, dənizə çıxışı yoxdur. D variantından hər ikisini çıxırıq. Y variantından Araz boyunu çıxırıq. Doğru cavab olacaq 29-da A variantı. 30-cu sual. Kiçik Qafqaz, Böyük Qafqaz, Kürd zonalarına uyğun gələn relyef variantlarının müvafiq ardıcıllığına baxaq. Deməli, Kiçik Qafqaz, Şərqi Göyçə Kiçik Qafqazdır, Şollar düzü Böyük Qafqaz deyil. A variantı getdi. B variantı Qarabağ silsiləsi Kiçik Qafqazdır, yan silsilə Böyük Qafqazdır, Şollar düzü Kür çökəkliyi deyil. C variantı Murovdağ Kiçik Qafqazdır, Qobustan Böyük Qafqazdır, Qanıq Ərikçay Kür çökəkliyidir. C variantı doğru cavabdır. 30-da C variantı. 31-ci sual. Kiçik Qafqaz, Böyük Qafqaz, Kür tektonik zonalarına uyğun gələn relyef vahidlərinin müvafiq ardıcıllığı. Deməli, Şahdağ silsiləsi Kiçik Qafqazdır, Qovdağ Böyük Qafqazdır, Yaycı Naxçıvandadır. Ona görə A variantı olmaz. B variantı Talış Dağları Kiçik Qafqaz, Ceyrançıl Acınahor Böyük Qafqaz deyil. C variantı Murovdağ Kiçik Qafqaz, Sudur silsiləsi Böyük Qafqaz, Qarabağ vulkanik yaylası Kür çökəkliyi deyil. D variantda Şahdağ Kiçik Qafqaz, Niyaldağ Böyük Qafqaz, Ceyrançıl Acınahor Kür çökəkliyi. D variantı doğrudur. Bir-birindən tektonik sınmalarla ayrılan ərazilər, tektonik sınma zonaları dağ və düzənliyin qovuşduğu sahələrdən keçir. Yəni biz burada tektonik zonalar deyərkən qalxma və enmələrin sərhəddini götürməliyik. Dağ və düzənliyin sərhədlərini. Hər ikisi düzən ərazidə çıxırıq. C variantda Şirvan və Qarabağ düzləri hər ikisi düzən ərazidir. D variantda hər ikisi eyni tektonik zona və düzən ərazidir. Y-də də hər ikisi düzən ərazidir və tektonik zonadır. Evet, doğru cevap B variantıdır. Abşeron Qobustan alçaq dağlıq ərazidir. Böyük Qafqaz qalxmasıdır. Cənub-Şərqi Şirvan düzən ərazidir. Kür çökəkliyidir. Bəli, Kür çökəkliyi ilə Böyük Qafqaz tektonik sınmalarla bir-birindən ayrılır. 32 B variantı. 33. Respublikamızın ərazisinin geoloji inkişafı üçün səciyyəvi olmayan əlamətlər. Kiçik Qafqaz tektonik zonası sadəcə daha çox təbii vilayəti əhatə edir. Bəli, Orta Araz vilayəti, Kiçik Qafqaz vilayəti və Lənkəran vilayəti. Bunu silirik. Bizə yanlışlar lazımdır. 4-cü dövrə aid efuzi sıfırlar bütün təbii vilayətdə yayılmışdır. Bu Kiçik Qafqaz təbii vilayətinə aiddir. 2-ni götürürük. Böyük Qafqazın cənub-şərqində paleozo yaşlı. Böyük Qafqazda ümumiyyətlə paleozo yaşlı sıxır yoxdur. 2-3. Litosfer tavalarının konvergens sahəsində yerləşməsi ərazinin fəal seismikliyinə malik olmasına səbəb olur. Bu doğrudur. Neogen dövrünün çöküntüləri əsasən alçaq dağlıqdır. Bəli, Qobustan, Abşeron, Ceyrançöl, Acınahor alçaq dağlıqdır. Bu doğrudur. Bunu da atırıq. Ən qədim süxurlar Lənkəran ovalığında səthə çıxıb. Lənkəran ovalığı 4-cü dövrün çökmə süxurlarıdır. Demək, bu da yanlışdır. 2, 3, 6 yanlış cavabdır. 33-də D variantı. 34. Ceyrançıl, Acınahor, Zəngəzur və Ləngəbiz. Ceyrançıl, Acınahor Kür çökəkliyidir. Zəngəzur Kiçik Qafqazdır. Ləngəbiz Böyük Qafqaz. A variantı doğru cavabdır. 35. İştiriklənmiş əraziyə baxsaq, iştiriklənmiş ərazi biri Talış dağlarıdır. Bu hissə, digəri isə Günnüt Qapıcıqdır. Yəni Naxçıvanın dağlıq hissəsi. Ümumi əlamətlər soruşur bizdən. Landşaft inversiyası Talış dağlarına aiddir. Bu ümumi ola bilməz. Hər ikisi Kiçik Qafqaz qalxmasına aiddir. Bu doğrudur. Polimetal ehtiyatları Talış dağlarında yoxdur. Sarı torpaqlar Naxçıvanda yoxdur. Ən hündür zirvəsi də Talış dağlarının 3000-i keçmir. Doğru cavab olacaq B variantı. 36-cı sual. Paleozoy, Mezoy, Kaynazoy yaşlı suxurlar ərazilər istəyir. Deməli, Zaqatala, Lahıc və Qonaqkənd bu aid olacaq dağlıq ərazidə Mezoy yaşlı suxurlara. Mezoy yaşlıdır. Dərliyə silsiləsi və sədərək qalxması ən qədim suxurların yayıldığı yerlərdəndir. Paleozoya aid olacaq. Qarabağ və Murovdağ bu da Mezoya aid olacaq. Talış dağları və Acınahor, Ceyrançöl bu Kaynazoydur. Samur dəvəsi şollardır. Bütün düzən ərazilər Kaynazoy yaşlıdır. Əsriçay, Zəyəmçay bu da Paleozoy yaşlıdır.
Deməli, 1-ə BF, 2-ə A və C. Deməli, C variantı doğru cavabdır. 36-da C variantı. 37. Venn diaqramına əsasən uyğunluğu müəyyən edin. Ön Qafqaz çökməsi Kür çökək. Geosinkron qurşağın tektonik əyilmə zonasında bütün çökək ərazilər 3-ə 1. Yodlu bromlu sular Kür çökəkliyinə aiddir. Neftçala Salyan ərazisində var. Ərazisinə daha çox fiziki coğrafi rayon aiddir. Kür çökəkliyi böyük olduğu üçün daha çox fiziki coğrafi rayona ayrılır. Turizm rekreasiya imkanları daha genişdir. Bu ön Qafqaza aiddir. Şollar üzündə məsələn Navranı deyə bilərik. Samur dəvəsi ovalı uyğun gəldiyi tektonik zona, bu da ön Qafqaza aiddir. Səthi Kaynazo erasının suxurlarla örtülüdür hər ikisi. Deməli, 1-ə aiddir 4-5, 2-yə aiddir 2-3, 3-ə 1-6. A variantı 37-də doğru cavabdır. 38-ci sual. Böyük Qafqaz dağlarında mütləq hündürlüklə suxurların geoloji, ümumiyyətlə düzənliklərdən dağlara getdikcə suxurların geoloji yaşı artır. Deməli, 38-də doğru cavab olacaq A variantı. 39. Azərbaycanda Yura yaşlı suxurların yayıldığı əraziyə uyğun gələn eksogen relyef formaları. Deməli, Yura yaşlı suxurlar Azərbaycanda Böyük və Kiçik Qafqazın yüksək dağlıq ərazisindədir. Yüksək dağlıq ərazilər də dediyimiz 2000 metrdən yuxarı ərazilərdir. Burada doğru cavab olacaq Y variantı, Nival Buzlaq. Çünki Avraziyon düzənlik dəniz sahildir. Gətirmə konusu düzən ərazidə olur. Arid deredasyon relyef alçaq dağlıq ərazilərə aiddir. Alüvyal, prolüvyal düzənliklər düzən ərazidir. Dağa qonşu olan düzən ərazilər. 40-cı sual. Azərbaycan Respublikasında ən qədim suxurların yayıldığı tektonik zona. Ən qədim suxurlar Paleozoy yaşlıdır. Bu da Kiçik Qafqaz tektonik zonasındadır. Sədərək Dərələyəz, Dərələyəz isə Kiçik Qafqaza düşür. Əsrikçay, Zəyəmçay. D variantı doğru cavabdır. 41-ci sual. Böyük Qafqaz və Kiçik Qafqaz qalxmasını soruşur Venn diaqramında. Yüksək dağlıq ərazilərdə Yura dövrünün suxurları üstünlük təşkil edir hər ikisi. Ərazisində psevdovulkan. Psevdovulkan yalancı vulkan, yəni palçıq vulkanıdır. Paleozoin qədim suxurlarına rast gəlir. Kiçik Qafqaza aid olacaq bu. Ərazisində sönmüş vulkanlar. Bu da Kiçik Qafqaza aiddir. Fəal seismik zona hər ikisi. Azərbaycanın bütün ərazisi. Tektonik qalxmanın davamı Xəzər dənizindən keçərək Türkmənistana qədər uzanır. Bu, Böyük Qafqaza aiddir. Deməli, 1-ə aiddir 2-6, 2-yə aiddir 3-4, 3-ə 1-5. A variantı 41-ci sualda doğru cavabdır. 42-ci sual. A-dan B-yə doğru geoloji suxurların yaşına görə düzgün sırasını müəyyən edin. A burada Qarabağ silsiləsidir. B isə və yaxud Qarabağ silsiləsindən yox, Murovdağ da deyə bilərik. B isə Qarabağ vulkanik yaylasıdır. Burada A-dan B-yə doğru Qarabağ vulkanik yaylasında 4-cü dövr suxurları mütləq ki olmalıdır. Hansı variantda 4-cü dövr suxurları yoxdursa birbaşa onları çıxmalıyıq. Çünki 4-cü dövrdə burada fəal vulkanizm olub. Digər variantlara baxaq. B Qarabağ vulkanik yaylası ilə qurtardığı üçün deməli 4-cü dövrdən qurtarmalıdır. 4-cü dövrdən qurtaran burada bir dənə cavab var. O da olur A variantı. Üstəlik burada Perim yaşlı suxurlar ola bilməz. Doğru cavab olacaq A variantı. 42-də A. 43-də bu dəfə A-dan B-yə doğru deyir. A-dan B-yə doğru dediyi üçün Qarabağ vulkanik yaylasından başlayır və üzü Murovdağa doğru. Deməli, 4-cü dövrdən başlamalıdır bu dəfədə. 4-cü dövr, sonra olacaq Paleogen. Ümumiyyətlə, Qarabağ vulkanik yaylasında ən geniş yayılmış 4-cü dövr suxurlardır və Paleogen yaşlı suxurlardır. Deməli, burada doğru cavab olacaq D variantı. 44-cü sual. Venn diaqramına uyğun cavabları müəyyən edin. Deməli,
Sərhədləri tektonik qırılmalar boyu keçir. Böyük Qafqaz, Kiçik Qafqaz və Kür çökəkliyi. Deməli, Kiçik Qafqazla Böyük Qafqaz və Kür çökəkliyi. Kür çökəkliyi ilə həm Böyük Qafqaz, həm Kiçik Qafqaz tektonik sınmalar boyu keçir. Mezo erasının süxurları geniş yayılmışdır. Bu Böyük Qafqazdan Kiçik Qafqaza aid olacaq. Birə aid olmalıdır B. Birə B olmayan cavabların üstündən xətt çəkilir, gedir. Ərazidən Tərtər çayı axır. Tərtər çayı Kiçik Qafqazdan başlayır, Kür çökəkliyinə doğru gəlir, Kür çayına tökülür. 2-yə aid olmalıdır C. 1-ə B, 2-yə C. 3. Seysmik cəhətdən aktiv ərazilər deyil. Azərbaycan ərazisinin hər tərəfi seysmik cəhətdən aktiv ərazidir. Yəni D heç birinə uyğun gələ bilməz. Ona görə doğru cavab olacaq B variantı. 45. Yaşının artmasına görə, süxurların yaşının artmasına görə düzün. Deməli, burada baxırıq ki, biz 2 Kür çökəkliyidir. Bu 4-cü dövr süxurlarıdır. Bir Böyük Qafqazdır. Yura dövrü süxurları olacaq. Yüksək dağlıq ərazidir. 4 Ceyran çöldür. Neogen yaşlı süxurlar olacaq. 3'ün olduğu yer isə Paleozoy yaşlı süxurlar var. Əsrçay, Zəyimçay, Paleozoy. Deməli, biz belə düzməliyik. 2, 4, 1, 3. 2, 4, 1, 3 doğru cavabdır B variantı. 46-cı sualda ən qədim süxurların yayıldığı əraziləri müəyyən edin. Ən qədim süxurlar Əsrçay, Zəyimçay və Sədrək Dərləyəzdədir. 2 ilə 5 burada doğru cavabdır. 2, 5, 46'da doğru cavab. 47'də ən cavan çökmə süxurlar deyilsə, biz düzən əraziləri axtarmalıyıq. Ən cavan çökmə süxurlar. Çünki Azərbaycanda ən cavan süxurlar düzən ərazilərdədir. Burada olacaq ən cavan süxurlar 1-də və 3-də. 1 və 3 hər ikisi düzən ərazidir. Deməli, 48-49-cu suallar. Azərbaycanda hansı geoloji dövrün aid çöküntülər daha geniş yayılmışdır? Devon və daş kömür paleozoy yaşlıdır, bizdə çox azdır. Kembridə paleozoy aiddir, bunları çıxacaq. 2, 3, 6 doğrudur. 49-cu sualda Azərbaycanda hansı geoloji dövrlərə aid çöküntülər daha az yayılmışdır? Daha az deyilsə, bu dəfə paleozoy erasını götürə bilərik. 1, 4, 6 doğru cavabdır. 50-ci sual doğru olmayan sıraları müəyyən edilir. Araz Cavan platforması Kür Araz ovalığı bu doğru deyil. 1'i götürürük. Kiçik Qafqaz qalxmasında Murovdağ var. 2'ni atırıq. Böyük Qafqazda Acınahor yoxdur. 3'ü də götürürük. Acınahor Kür çökəkliyidir. Ön Qafqazda Şollar düzü var. Kür çökəkliyində Muğan da var. Deməli 50-ci sualda 1, 3. 51-ci sual. Seysmik ərazinin fəallığın müşahidə olunması və çökmə süxurlarının yayılması psevdovulkanizm prosesinə təkan verir. Nəticədə püskürmə məhsulları kimi səthdə qaynar gil palçıq kütləsi olan salza çıxır. Burada salzadan söhbət gedirsə, deməli palçıq vulkanlarından gedir söhbət. Palçıq vulkanları qalmazdır, axtarma paşalıdır, torağaydır, keyrəkidir. Deməli 1, 4, 5, 6 doğru cavabdır. Digərləri hamısı sönmüş vulkanlardır. 52 Neogen yaşlı süxurların yayıldığı ərazilər. Neogen yaşlı Qobustan, Abşeron, Ceyrançöl, Acınahor və Qusar düzündədir. Burada Neogen yaşlı süxurların geniş yayıldığı deyilsə, olacaq 3 və 4. 52-ci sualda olur cavab 3 və 4. 53. Geoloji quruluşuna aid xüsusiyyətlər. Kür Araz ovalında 4-cü dövrün vulkanik süxurları yoxdur. Zəngəzur və Talış dağlarında paleogen yaşlı süxurlar doğrudur. Qusar maili düzlüyündə mezo yaşlı deyil, neogen yaşlı süxurlardır. Şəhər Ordubadda proterozoy yaşlı süxur yoxdur. Ceyrançol Qobustanda neogen yaşlı süxurlar. Qarabağ yaylasında 4-cü dövrün vulkanik süxurları yayılmışdır, doğrudur. Deməli 2, 5, 6 doğru cavabdır 53-də.
54. Paleogen yaşlı suxurların yayıldığı ərazilər. Paleogen yaşlı suxurların ən geniş yayıldığı ərazi Zəngəzur dağları və Talış dağlarıdır. 1-2. Bir də 3 olan ərazidə Böyük Qafqazın ətəkləridir. Böyük və Kiçik Qafqazın ətəklərində də paleogen yaşlı suxurlara rast gəlinir. Ona görə olacaq burada cavab 1, 2, 3. 5, 6 və 4-də Kaynazoy yaşlı suxurlar üstündür. 55. Yura dövrünə ait çökmə suxurların olmadığı əraziləri müəyyən edin. Yura dövrü dağlıq ərazilərə aiddir. 2, 4, 3'ü çıxacaq buradan. Doğru cavab olacaq 1, 5, 6. 5, 6 4-cü dövrün suxurlarıdır. Bir də neogen yaşlı suxurlar üstünlük təşkil edir ceyran çölü arasında. 1, 5, 6 doğru cavabdır. 56. Azərbaycanın geoloji quruluşu ilə bağlı doğru fikirləri seçin. Kaynazoyun əvvəlində Böyük və Kiçik Qafqaz dağları ada şəklində səthə çıxırdı. Deməli, Kaynazoy erasının əvvəlində bəli, doğrudur bu. Çünki Kür-Araz ovalığı su altında olub. Azərbaycan erasında arxa erası yoxdur. Talış dağları neogen yaşlı çöküntülər deyil. Talış dağları əsasən paleogen yaşlı suxurlardır. Sonra vaxtilə dəniz suyu altında olmuş ovaqlar 4-cü dövr suxurları yayılmışdır. Bəli, Kür-Araz ovalının ovaqlarını, düzənliklərini deyə bilərik. Böyük Qafqazda çökmə mənşəli suxurlar geniş yayılmışdır. Doğrudur. Azərbaycanda ən çox tektonik qırılmalar Kür-Araz, Samur. Daha çox tektonik qırılmalar deyərkən biz dağlıq ərazilər götürməliyik. 1, 4, 5 doğru cavabdır. 57. Ərazi suxurların yaşı tektonik zona. Gəncə Qaza antropogen yaşlı suxurlar var. Kiçik Qafqaz deyil. Kür çökəklidir. Yan silsilədə Yura dövrü ön Qafqaz deyil. Talış dağları paleogen yaşlı Kiçik Qafqaz doğrudur. Qarabağ düzü antropogen Kür çökəkliyi doğrudur. Şərur düzü antropogen yaşlı Araz Cavan platforması doğrudur. Qanı Qayriçay Tabaşir deyil, 4-cü dövr suxurlardır. Deməli 3, 4, 5 doğru cavabdır. 58. Azərbaycanın geoloji quruluşuna aid olan xüsusiyyətləri müəyyən edin. Böyük və Kiçik Qafqaz dağları Mezozoik Yura Tabaşir dövrü suxurları ilə örtülmüşdür. Bəli, doğrudur. Yan silsilədə Paleozoy yaşlı, Böyük Qafqazda Paleozoy yaşlı suxur yoxdur. 4-cü dövrün vulkanik suxurları əsasən Qarabağ vulkanik yaylasında doğrudur. 4-cü dövrün çökmə suxurları Samur dəvəsi və Lənkəran ovalığında bu da doğrudur. Düzən ərazilərdə 4-cü dövr suxurları olur. Qanı Qayriçayda təbaşir yaşlı yox, Qanı Qayriçay düzən ərazidir, 4-cü dövr suxurları olacaq. 5 atırıq. Alt Paleozoyun vulkanogen çökmə suxurları Zəimçə Əsrçay hövzəsində səthə çıxmışdır. Bəli, doğrudur. Deməli, 58-ci sualda 1, 3, 4, 6 doğru cavabdır. 59-cu sual. Deməli, neogen yaşlı suxurların geniş yayıldığı ərazilər. Neogen yaşlı suxurlara biz demişdik. Qobustan, Abşeron, Ceyrançıl, Acınohor və Böyük Qafqazın şimal-şərqi. Yan silsilə, Qusar düzü. 2, 5, 4 doğru cavabdır. 2, 4, 5. Deməli, 3 ilə 6 da 4-cü dövr suxurlarıdır. Bir də Böyük Qafqazın ətəkləridir. Burada daha çox Mezo yaşlı suxurlar və yaxud Kaynazoyun paleogen dövrü də deyə bilərik. Amma Böyük Qafqaz dağlarında daha çox Mezo yaşlı suxurlar üstünlük təşkil edir. Doğru cavab olacaq 2, 4, 5. 60-cı sual. Verilən əlamətlərə əsasən geoloji eranı müəyyən edərək ona məxsus suxurların yayıldığı və yayılmadığı əraziləri doğru qruplaşdırın. Örtülü toxumlu bitkilərin və quşların yaranması, Lavrasiya və Gondvananın parçalarının müasir materiklərə əmələ gətirməsi, Pantalasın müasir okeanlara bölünməsi. Söhbət burada Mezo erasından gedir. Biz Mezozoik erasına aid suxurların geniş yayıldığı və yayılmadığı əraziləri müəyyən eləməliyik. Yayıldığı ərazilər Qarabağ silsiləsi olacaq. Brovar, Zəngəzur olmayacaq. Brovar və Zəngəzurda paleogen yaşlı suxurlardır. Yayılmadığı ərazilər Ceyrançıl, Acınohor, Lənkəran ovalığı olacaq. Ceyrançıl, Acınohorda neogen yaşlı, Lənkəran ovalığı 4-cü dövr. 1, 5, 6 doğru cavabdır. 61-ci sual.
Maqmatik vulkanlar, palçıq vulkanlar. Maqmatik vulkanlara aid olacaq buradan Böyük İşıqlı, Gəlinqaya və Qızılboğaz. Birinciyə aid olacaq A, B və Y. Palçıq vulkanlarına aid olacaq C və D. 60-cı sual. Maqmatik vulkanlara aid olacaq buradan, yəni sönmüş vulkanlara Qızılboğaz, Pəriçınqılı. Deməli, birinciyə aid olacaq A və Y. Palçıq vulkanlarına aid olacaq B, C, D. B, C, D. 63-cü sual. Uyğunluğu müəyyən edin. Kisildək biraz. Deməli, bir Talış dağları, 2 Əslikçay, Zəyimçay hissəsi, 3 də Ön Qafqaza düşür. Paleozoikin kristalli hisslərindən ibarət olan qədim süxurlar səthə çıxır. Bu 2-yə aid olacaq. 2-yə aid olacaq A. Sonra 4-cü dövrdə püskürülmüş vulkan külləri və lavalar geniş yayılmışdır. Bu heç birinə aid olmayacaq. Paleogen yaşlı vulkanik sular geniş yayılmışdır. Bu 1'ə aid olacaq. 1'ə C. Ərazidə Mezozoy erasının suxurları üstünlük təşkil edir. Deməli, Mezozoy erasının üstünlük təşkil edir. Bu heç birinə aid olmayacaq. 4-cü dövr yaşlı suxurlar geniş yayılmışdır. Bu da 3'ə aid olacaq. Samur dəvəçiyə. Deməli, 1'ə aiddir C, 2'ə aiddir A, 3'ə Y. 64-cü sual. Neogen çöküntüləri, Yura çöküntüləri, Paleogen çöküntüləri. Deməli, 1'ə aid olacaq burada Neogen çöküntülərinə A. 2'ye aid olacaq Yura çöküntüləri. Yura çöküntüləri sadəcə yüksək dağlıqda yerləşən Böyük Qafqazda C. Paleogen çöküntüləri ən çox Talış dağları və Zəngəzurdadır. 3'ə də D ilə Y. B. Kür-Araz ovalıqdır, Kür çökəklidir. Burada 4-cü dövr süxurları olacaq. Ona görə heç birinə aid olmur. 1'ə A, 2'yə C, 3'ə D, Y doğru cavabdır.